Həkimlərin səhv etmək ixtiyarı varmı sizcə? Cəmiyyət uğura alqış tutur, amma uğursuzluqları qınayır. Həkimlərə qarşı bu münasibəti dəyişmək üçün biz, yəni sıravi insanlar, həkim olmayanlar, ilk olaraq nədən başlaya bilərik? Səhv edən həkimi linç etmə mədəniyyəti sizcə bizi hara aparır? Həkimlərin səhv etmə haqqı var desək, xəstələrə belə deyim, haqsızlıq etmiş olarıq. Yox desək, özümüzə haqsızlıq etmiş olarıq. Yəni, səhvsiz həyat, mən bəzən deyirəm xəstələrə ki, sadəcə xəstə ilə söhbət edən, ya auditoriyada mühazirə oxuyan, radio, televiziya və s. verilişləri, sosial şəbəkədə ancaq maarifləndirici ya reklam xarakterli çıxışlar edən həkimin səhvi olmaz. Amma gündəlik praktik fəaliyyətlə məşğul olan həkimlərin hamısının səhvi var və o həkimin səhvi olmur ki, o həkim demək ki, bu xəstəni az görüb, nə qədər eyni xəstəliyi çox görürsə bir həkim, nə qədər çox eyni əməliyyatı icra edirsə, onun faiz etibarilə səhv etmə, ağırlaşma olma ehtimalı daha çoxdur.